hər birinizə salam. Bilirsiniz, iş, ailə, təhsil, bu gündəlik qaça-qaçda bəzən adam düşünür ki, dinə necə vaxt ayıraq axı? Həqiqətənmi dini yaşamaq bu qədər çətindir, yoxsa bəlkə də problem tam başqa yerdədir? Gəlin bugün məhz bu suala cavab axtaraq. Görək gündəlik gətirdiyimiz bəhanələrə Qurani Kərim bizə hansı yolu göstərir? Yəqin ki, bu sual çoxumuza tanış gəlir, elə deyilmi? Həyat o qədər sürətlə axır ki, sanki gün 24 saat deyil. Və bu sıxlıqda din bəzən sanki görüləcək işlər siyasındakı növbəti bir tapşırığa çevrilir. Amma gəlin bir anlıq dayanıb düşünək, bəlkə də məsələ heç vaxtın olmamasında deyil, bəlkə yanaşmamızda bir problem var. Gəlin biraz dərinə gedək. Deməli, gəlin əvvəlcə bizi dindən uzaqlaşdıran o məşhur bəhanələrdən başlayaq. Və ən maraqlısı nədir bilirsinizmi? Bizim bugün müasir saydığımız səbəblər əslində 100 illər, hətta 1000 il əvvəlki bəhanələrdən demək olar ki, heç fərqlənmir. Yaxşı, bəs onda əsas sual ortaya çıxır. Bu bəhanələr, yəni həqiqətən də səmimi səbəblərdir, yoxsa sadəcə özümüzü aldatmaq üçün bir vasitədir, bir növ pərdədir? Bax, Quran məhz bu nöqtədə çox aydın, kəskin bir xətt çəkir. Yaxşı, gəlin elə birbaşa Quranda adı çəkilən ən klassik bəhanələrdən biri ilə başlayaq, ailə məsələləri. Görək uca yaradan bu barədə bizə nə deyir? Baxın, Fətəh surəsinin 11-ci ayəsində bir qrup insan vacib bir vəzifədən yayınmaq üçün nə deyir? Mallarımız və ailələrimiz bizi məşğul etdi. Yəni bu, eyni ilə bugünkü işim gücüm var, ailəmlə məşğulam deməyin 1400 il əvvəlki versiyasıdır. Amma ayənin davamı çox önəmlidir. Onlar dilləri ilə qəlbində olmayanı deyirlər. Görürsünüzmü? Quran dərhal məsələnin kökünə inir. Deyir ki, problem sizin malınızda, ailənizdə deyil. Problem odur ki, dilinizdə dediyinizlə ürəyinizdəki bir deyil. Yəni, əsl səbəb qəlbdəki imanın zəifliyidir. O deyilən bəhanə isə sadəcə bir örtükdür. Başqa bir misal da var. Əhzab surəsində. Orada da bəziləri evlərimiz müdafiəsizdir, təhlükə altındadır deyərək məsuliyyətdən yayınmağa çalışırlar. Amma Quran yenə də o pərdəni qaldırır və deyir ki, halbuki evlərə açıq deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. Deməli, məqsəd yenə də təhlükəsizlik deyilmiş, sadəcə qaçmaq imiş. Yaxşı, gəldik bugünkü günə. Bəs bu qədim bəhanələr, yəni malımız, ailəmiz, evimiz təhlükədədir bəhanələri müasir dövrdə hansı libası geyinir? Əlbəttə ki, iş və təhsil. Müasir həyatın ən böyük vaxt oğruları. Əslində, bütün bu bəhanələrin kökündə qüsurlu bir düşüncə tərzi dayanır. Həyatımızı sanki iki yerə bölürük. Bir tərəfdə dünya işləri var, digər tərəfdə isə din. Və din üçün nə vaxt yer ayrılır? Ancaq və ancaq o dünya işləri bitəndən sonra. Əgər vaxt qalsa, bu çox təhlükəli bir yanaşmadır. Yaxşı, bəs Quranın bu parçalanmış, bölünmüş həyat modelinə cavabı nədir? Qurani Kərim bizə tamamilə fərqli, bütöv, vahid bir həyat anlayışı təqdim edir. Baxın, bu cədvəldə o iki fərqli zehniyyəti aydın şəkildə görə bilərik. Sol tərəfdəki bəhanə zehniyyəti üçün prioritet nədir? Dünya işləri. Din isə sadəcə boş vaxt qalanda ediləcək bir fəaliyyətdir. Amma sağ tərəfdəki mömin zehniyyətinə baxın, orada prioritet Allahın razılığıdır. Din isə boş vaxt məşğulluğu deyil, həyatın tam mərkəzidir, özəyidir. Və bu vahid həyat anlayışının bəlkə də ən güclü, ən möhtəşəm ifadəsi Ənam surəsindəki bu ayədir. De, şübhəsiz mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Bir anlıq düşünün. Həyatın da ölümündə, yəni hər şey, hər zərrə, istisnasız olaraq hər şey Allah üçündür. Bax bu ayə, o bayaq dediyimiz din və dünya arasındakı o saxta divarı tamamilə darmadağın edir. Artıq işin, təhsilin, ailən, bunlar dinə mane olan şeylər deyil. Tam əksinə, bunlar doğru niyyətlə edildiyi zaman dinin yaşandığı məkanlara, ibadətə çevrilir. Yaxşı, bəs bu praktikada necə olur? Çox sadə. Məsələn, siz işləyirsiniz və qazancınızı Allahın razı qalacağı bir şəkildə xərcləyirsinizsə, sizin işiniz artıq ibadətdir. Və ya universitetdə elm öyrənirsiniz və niyyətiniz bu elmlə Allahın dininə, insanlığa xidmət etməkdirsə, sizin dərsə getməyiniz də ibadətdir. Ailənizə qarşı vəzifələrinizi Allah belə əmr edib deyə yerinə yetirirsinizsə, ailə həyatınızın hər anı ibadətə çevrilir.
Hər bir əməldə gözəl əxlaq nümayiş etdirmək belə. Görürsünüzmü? Hər şey niyyətlə dəyişir. Beləliklə, bütün bu danışdıqlarımız, bəhanələr, Qur'an ayələri, hamısı bizi gətirib bir fundamental sualın qarşısında qoyur. Bizim həyatımız kimin üçündür? Nə üçündür? Və beləcə, bütün məsələnin açar nöqtəsinə gəlib çıxırıq. Məsələ heç də din üçün necə vaxt tapım deyil. Məsələ, bütün həyatımı din olaraq necə yaşayım sualıdır. Yəni, din həyatınıza əlavə edəcəyiniz bir fəaliyyət deyil. Din həyatınızın özüdür, məqsədidir. Və biz də bugünkü söhbətimizi sizi düşünməyə vadar edəcək bir sualla yekunlaşdırmaq istəyirik. Elə o sualla ki, hər şey ondan başlayır. Yaxşı, bəs sizin həyatınız nə üçündür? Bu suala verəcəyiniz səmimi cavab bəlkə də bütün o bəhanələri bir onda yox edəcək.